Allah Subhanahu taala bir ayət kərimə nazil edib və bu ayəni yarıya kimi oxuyub saxlayıb ondan o tərəfə keçməməyin özü ayənin gətirdiyi kontekstdən çıxmaq və Allahın izahını aradan qaldırmaqdır. Niyə? Allah Subhanahu taala buyurur ki, Allah'a itaət edin, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə. Yox, səbr elə. İndi özün dedin ki, ayəni bütöv oxumaq lazım. Ayəni bütöv oxu. Hə, bütöv oxu. Bax. Oxu. Şübhəsiz. Yox, ayəni bütöv oxu, qardaş. Hə, ey iman gətirənlər. Əhsən. Hə. Allah'a itaət edin, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə də itaət edin. Ayə burada bitmir. İndi ardına baxın, gör Allah nə deyir, necə açıqlayır məsələni, tam aydın bax. Heç kimin şərhinə ehtiyacımız yoxdur, bax. Əhsən də ayəni oxu. Oxuyuram. Əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha və Rəsula ərz edin. Əgər Allaha və axirət gününə inanırsınızsa, bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. İbrahim, çox xahiş edirəm, bir dənə sözümü kəsmə, çox qısa deməyə çalışacağım, çox qısa. Bax, Allah Subhanahu wa taala buyurur ki, Allaha, Rəsuluna və öz içinizdən olan əmr sahiblərinə itaət edin. Əmr sahibləri Şiə etiqadının dediyi kimi 12 imamdırsa razıyıq. Allah ardından nə deyir? Bir məsələ barədə deyir, mübahisə etdikdə, əgər Allaha və axirət gününə inanırsınızsa, yəni əgər möminsinizsə, qaytarın o məsələni Allaha və Rəsuluna deyir. Çünki Allah və Rəsulu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. Nədən? 12 imamdan Allah və Rəsulu nəticə etibarilə daha üstündür. Yəni Quran və sünnə imamlardan daha üstündür. Bu sünnəti şey eləyən dəlildir, qardaşlar. Əhsən. İndi səbirli ol. Buyur. Allah deyir ki, ey iman gətirənlər. Azərbaycan dilində də, ey iman gətirənlər deyir. Allaha itaət edin. İndi Rasim, sual. Allaha nədə itaət edək? Allah nədə deyir ki, Allaha itaət edin? Hansı məsələdə Allaha itaət edək? Hə, Rasim? Qardaş, Allaha itaət hər bir məsələdədir. Əhsən, Rəsuluna bəs? Rəsuluna da itaət odur. Rəsulü ilə əmri minkuma? Ulul əmri minkuma da itaət odur. Bildim, hər bir məsələdə ulul əmri minkuma itaət eləməsən. Yox. Çünki yox sözün indi yox deyirsən ha, səbirli ol. Yox deyirsən ha. Deyirsən ki, ulul əmri minkuma bütün məsələlərdə itaət eləməli deyilsən. Deyilsən, bəli. Hə? Əhsən. İndi ayətin gərəyindən, ayətin özündən, zahirindən bunu isbat elə ki, Allah desin ki, ulil əmri minkuma bütün məsələlərdə itaət eləməli deyilsiniz. Buyur. Başla. Bax qardaş, Allah Subhanahu wa taala həmən ayənin davamında həmin şeyi düzəldir. Buyurur ki, Allah Subhanahu taala nə deyir? Deyir ki, baxın, tam aydın izah edir. Deyir ki, bir məsələ barədə mübahisə etsəz, ulul əmri minkumdan qayıdın Allaha və Rəsuluna. Yox, ulil əmri minkumdan qayıdın demir. Ayətin tərif eləmir. Ulul əmri minkum. İndi ixtilafı mən sənə izah eləyirəm. İxtilafı mən izah eləyirəm. Sən Rasimlə mən İbrahim ixtilaf eləmişik. Nədə ixtilaf elə? O məsələdə ixtilaf eləmişik ki, Rasim deyir ki, xəlifə Əbu Bəkirdir, İbrahim deyir ki, yox, Əlidir. Bu məsələdə bir-birimizi qırırıq, hətta təkvir məsələsinə qədər gedib çıxmışıq. İndi Rasim, hansı bu məsələdə ki biz, sən deyirsən xəlifə Əbu Bəkirdir, mən deyirəm ki, xəlifə Əlidir, gəl Allahın dediyi kimi bu məsələni qaytaraq Quran və sünnəyə. Qaytaraq? İxtilaf eləmişik də, qaytaraq? Bəli, qaytaraq. Əhsən. Allah Teala deyir ki, Bismillah, qaytarırıq Allah və Rəsuluna. Allah Teala İnsan surəsi 24-cü ayədə deyir. Rəbbinin hökmü üçün səbr et və onlardan günahkarlara və kafirlərə itaət etmə. Günahkarlara və kafirlərə itaət etmə. Allah Teala Əl-Qəsəs surəsinin 68-ci ayəsində buyurur. Yaratmaq da Rəbbin dilədiyini yaradar və dilədiyini, istədiyini də seçər. Onlar üçün xeyirli olanı seçər. Onların seçim haqqı yoxdur. Yəni ki, Allah Teala ki burada deyir ki, ulil əmri minkuma ki, itaət edin. Allah Teala deyir ki, sənin 5 nəfərlik, 6 nəfərlik şura qurub, ulil əmri minkum, əmr sahibi seçməyə heç bir ixtiyarın yoxdur. Allah deyir ki, seçim mənimdir, mən seçə bilərəm. Və Allah Teala Əl-Bəqərə surəsinin 124-cü ayəsində ki, buyurur ki, Rəbbi İbrahimi sınadığı zaman, bəzi kəlmələrlə sınadığı zaman və Həzrəti İbrahim o sınaqlardan çıxdığı zaman Allah Subhanahu taala Həzrəti İbrahimə nə deyir? Həzrəti İbrahimə deyir ki, səni insanlara imam təyin etdim. Həzrəti İbrahim deyir Allah Subhanahu wa ta'alaya. Deyir ki, mənim zürriyyətimdən, mənim nəslimdən də təyin edəcəksənmi imam? Allah Teala deyir, mənim əhdim, yəni hansı əhdim? O əmr sahibi imam olmaq, insanlara imam olmaq. Hansı ki, İmam Əbu Bəkir, İmam Osman, İmam Ömər. Allah deyir ki, ümumi şəkildə mənim imamlıq əhdim zalimlərə çatmaz. İndi Quran-ı Kərimə baxaq görək.
Quran-ı Kərimə baxaq görək. Allah Taala zalim kimlərə deyir? Allah Quran-ı Kərimdə buyurur ki, Nəfsini özünə ilah edəni gördünmü? Və Allah Taala Nisa surəsinin 109-cu ayəsindən 115-ci ayəsinə qədər deyir ki, onlar deyir bir günah etsələr, Allahdan bir şeyi gizləmək istəsələr, deyir özlərindən gizləyə bilərlər, amma Allahdan gizləyə bilməzlər. Və onların gördükləri işlər ki var o günah işlər, yalnız və yalnız özlərinə etdiyi zülmdən başqa bir şey deyil. Yəni ərəblər və Allah Subhanahu va Taala Quran-ı Kərimdə zalim kəliməsini öz nəfsinə zülm edən kəsləri Allah Taala zalim adlandırır. Deyir ki, bu kəslər zalimdir, zalimdən başqa bir şey deyil. İndi sual, Əbu Bəkirin öz nəfsinə zülm etməməyin, yəni məsum olduğun, Allah Taala İnsan surəsi 24-də ki buyurur ki, günahkarlara itaət eləmək olmaz və Qəsas surəsi 68-də buyurur ki, məndən başqa heç kim seçə bilməz. İsbat elə ki, Əbu Bəkir məsumdur və onu Allah seçir. Buyur. İbrahim, əzizim, gəl belə deyək də biz. Bax, elə belə bunu qısa deyəcəm. Vallahi mən yəni, tam səmimi deyirəm, qardaş. Mən bu dəqiqə şiələri səhv çıxardacağam, İbrahimə üstün olacağım niyyətində deyiləm. Bax, Allah şahid tuturam. Mənim amma niyyətim budur ki, Vəhabiləri səhv çıxardım, Vəhabilərdən üstün olun. Allah razı olsun. Amma mənim niyyətim nədir, qardaş? Qardaş, suala cavab ver. Niyyətini bilmək istəmirəm. Vallahi suala cavab verəcəm. Hamısına bir-bir cavab verəcəm. Çünki özü cavab da vermişik, neçə vermişik, yenə verəcəm. Narahat ol. Bir-bir açacağım ayələrindən verəcəm. Bax, qardaş. Allah Subhanahu va Taala'nın şahid gətirək deyirəm ki, qardaş, bizə maraqlı olan məsələ haqqın ortaya çıxmasıdır. Bir dənə bu ayədən keçib sənin dediklərinə bir-bir cavab verəcəm. Ulul əmri minkum məsum imamlardırsa, problem yoxdur. Biz bunu qəbul etdik. Amma Allah deyir ki, əgər Allaha və axirət gününə inanırsınızsa, sizin üçün daha xeyirlisinə və daha üstününə gedin. Allaha və Rəsuluna qayıdın. Əhsən də biz də ixtilaf elədik ki, İxtilafı düzəldəcək, qardaş. Allaha qayıdacağam. Qardaş, bu ixtilafı çözək, biz ixtilaf eləmişik ki, xəlifə Əbu Bəkirdir yoxsa Əlidir. Xahiş edirəm, mənim gətirdiyim dəlillərə cavab ver. Mən sənin sözünü kəsmədim də, dəlilləri deyim. Hamısını bir-bir gətirəcəm. Yox, suala cavab verməyib başqa şey danışacaqsınız, niyə söylədin? Qardaş, biz ulul əmri minkumun üzərindən başlamışıq deyə xahiş edirəm, şey eləmə də, yəni sözümüzü kəsməyək. Vallahi mən səni dinləyəcəm axıra kimi, Allah şahid. Yəni sözünü kəs. Bax, qardaş. Burada yekunlaşdıram. Bunu ardından bir ayədə, həmən ayənin ardından bir ayədə oxuyub yekunlaşdırıb keçəm sənin cavabına. Baxın, həmən ayənin həmən ardında Allah Subhanahu taala yenə buyurur. Onlara, baxa, deyiləndə ki, Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin, münafiqlərin səndən tamamən üz döndərdiyini görürsən. Bax, burada yenə də Allah Subhanahu taala deyir, Allahın nazil etdiyinə bizim söhbətə heç dəxli yoxdur. Bilirəm, qardaş, ulul əmri minkumu bir dənə bu məsələni yekunlaşdırıb keçirəm sənin cavablarına. Ulul əmri minkum münafiq idi ki, yox, deyir ki, münafiqlər Allah və Rəsuluna dəvət olunanda onun böhrünə başqalarını, 12 imamı gətirib qoşanlar. Xeyr, o 12 imamı ulul əmri minkum. Qardaş, xahiş edirəm. Rasim, xahiş edirəm. Bir cavab verirəm sənə, qardaş. Zalim məsələsinə məcradan çıxmasın, buyur. Çıxmasın. İndi zalim məsələsinə cavab verirəm. Öz nəfsinə zülm etmək günahkarlıqdır, məsumiyyət aradan qalxır və öz nəfsinə zülm edən adamdan ulul əmr olmaz. Elə deyirsən, lə? Hə. Ayso. Yox. Mən sənə sual vermişəm. Sual vermişsən ki, qardaş, sən belə getdin ki, öz nəfsinə zülm edən. Yox. Bax, sualı bir də qısa xülasələşdirəm, qısa. Deyirəm ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, hansı ki, bax, Nisa 59-da deyir ki, itaət elə ulul əmri minkuma. İnsan 24-də deyir ki, itaət eləmək olmaz günahkarlara və kafirlərə. Və Allah Taala Qəsas 68-də deyir ki, mən seçirəm. Bax, bir yerdə deyir itaət elə. Bir yerdə deyir ki, mən seçirəm, məndən başqa heç kim seçə bilməz, heç kimin seçim haqqı yoxdur. Onlar üçün xeyirli olanı mən seçirəm. Mənim sualım bundan ibarətdir. Bizim ixtilafımız Əli və Əbu Bəkir arasındadır. Sual, Əbu Bəkirin Allah tərəfindən seçilməsinin sərih, səhih dəlilini gətir və Əbu Bəkirin məsumiyyətini mənə isbat elə, buyur.